Xeyr. Bu gün olimpiada sualları, 9-cu sinif olimpiada suallarının izahına baxacağıq. Deməli, ilk sualımızda nümunənin morfoloji təhlili ilə bağlı yanlış fikirləri seçin deyin. Morfoloji cəhət dedikdə biz ilk növbədə nitq hissələri bağlı olan məqamlara diqqət yetirməliyik. Yanlış deyir bizə, yanlışları seçəcəyik. Mənə bir sərgi salonu verin. Orada bir insan şəkli asacağam. Adi bir insan. Hal şəkilçisi ilə işlənmiş sözlər eyni nitq hissəsinə aid deyil. Hal şəkilçisi sözlər bir mənə, yönlük hal şəkilçisi var. Orada da yerlik hal şəkilçisi var. Mənə əvəzlikdir. Orada zərfdir. Deməli, bizə deyir hal şəkilçisi ilə işlənmiş sözlər eyni nitq hissəsinə aid deyil. Bəli, eyni nitq hissəsinə aid deyil. Çünki biri əvəzlik, digəri isə zərfdir. Bu doğru fikirdir. 2-yə baxaq. Qurtça düzəltmə söz aldıq haldadır. Qurtça düzəltmə söz bizdə sərgi sözüdür. Sərdən sərgi, feildən isim yaranıb. Deməli, aldıq haldadır. Xeyr, aldıq halda deyil. Çünki sərgi salonu, sərginin salonu qeyri-müəyyən yəlik haldadır. Deməli, 2 yanlış fikirdir. Feillər eyni qrammatik məna növündə və feilin eyni şəklindədir. Qrammatik məna növləri dedikdə məlum, məhsul, şəxsiz, qayıdış və s. Feilin şəkilləri dedikdə isə əmr, xəbər, arzu, şərt, digərləri nəzərdə tutulur. Deməli, verin sözü burada feildir, asacağam sözü burada feildir. Eyni qrammatik məna növündə, baxaq məna növlərinə. Verin sözü, deməli, məlum növdədir, məlum növdədir. Çünki digər qrammatik məna növlərinin şəkilçiləri işləməyib, eyni zamanda asacağam sözü də məlum növdədir. Feilin eyni şəklindədir, baxaq. Ver sözün başlanğıc formadır. Başlanğıc formaya şəxs şəkilçisi artırıb deyə əmr şəkli hesab olunur. Başlanğıc forma asdır. Başlanğıc formaya acaq, əcək, gələcək zaman şəkilçisi artırdığına görə xəbər şəklidir. Biri xəbər, digəri isə əmr şəklidir. Eyni şəkildə yox, müxtəlif şəkillərdə olmalıdır. Deməli, 3 də yanlış fikirdir. Nümunədə köməkçi nitq hissələrindən yalnız ədat işlənib. Deməli, baxaq köməkçi nitq hissələrindən birinci dənə burada 1 var. 1 ədatdır, doğru fikirdir. Deməli, 4 doğrudur. 5-də sifət işləmə yerinə görə azaltma dərəcəsində, baxıram sifət burada adi sözüdür. Azaltma dərəcəsində ola bilsə də çoxaltma dərəcəsində olmur. Baxıram adi sözü. Deməli, ən adi, lap adi, çox adi deyə bilirəm. Ona görə də çoxaltma dərəcəsində ola bilər, çoxaltma dərəcəsində olmur fikri yanlışdır, 5 səhvdir. İsimlərdən biri işlənmə yerinə görə həmçinin sifət kimi də düşünülə bilər. Şəkli sözü 2 cürdür. Həmçinin sifət kimi də düşünülə bilər. Məsələn, şəkli yazı, necə yazı, bu da sifət kimi anlaşıla bilər. Deməli, bu doğru fikirdir. Bizdən yanlışları istəyir 2, 3, 5, cavab B variantı. Daha sonra ikinci sualın izahına baxaq. İkinci sualda bizdən uyğunluğu istəyir. Deməli, əmr ədatı, qüvvətləndirici ədat və arzu ədatı. Əmr ədatı, daha doğrusu bir A variantına baxaq. Sən ha1 sunasan cüda düşübsən, 1 / yaşılbaş sonadan pəri. Ha ədatı 2 cür işlənə bilər. Biri əmr ədatı kimi düşünülə bilər, həmçinin qüvvətləndirici ədat kimi də düşünmək mümkündür. Bəs nə zaman qüvvətləndirici və əmr ədatı ola bilər? Əmr ədatı o zaman olacaq ki, əgər əmr şəklində olan feilin yanında gələrsə, məsələn, bunu ora qoy, ha, bunu ora qoy, ha. Qoy əmr şəklində olan feildir və yanında gələn ha əmr ədatıdır. Amma digər hallarda feilin əmr şəkli olmasa, digər şəkillər və yaxud da digər başqa bir nitq hissəsinin yanında gələrsə, onda qüvvətləndirici ədat olur. Və baxıram ki, A variantında sən əvəzlikdir. Əvəzliyin yanında gələn ha qüvvətləndirici ədat hesab olunur. A variantı gələcək 2-yə. Daha sonra nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin, nə də bağlayıcıdır. İnkarlıq bağlayıcısıdır. Bu heç bir varianta getmir. Gəl qoşulaq durnalara, vətən sarı uçaq. Gəl, qoy, gör. Bunlar əmr ədatı hesab olunur. Cavab 1-ə C variantı gedəcək. Bircə dəfə öpə bildim telindən, bircə dəfə can eşitdim dilindən. Deməli, bir ədatı, bircə ədatı həm bütöv şəkildə düşünülə bilər, həm də bir say üstəgəl cacə ədatı kimi də düşünə bilər. Nə zaman mən bunu say üstəgəl ədat kimi baxacaq? Əgər bir sözünü mən 2, 3, 4 digər saylarla əvəz edə bilirəmsə, say üstəgəl ədat olacaq. Məsələn, bircə dəfə, ikicə dəfə, üçcə dəfə biri digər saylarla əvəz elədimsə, deməli, bir burada saydır, cacəsi isə ədatdır. Hansı ədatdır? Qüvvətləndirici ədatdır. Deməli, amma məsələn, desəm ki, bircə onu görə bilsəydim, ikicə onu görə bilsəydim demək olmur. Onda orada bircə
bütövlükdə ədatdır. Deməli, Y variantına baxaq. Əzizidəm dim barı, dim barı, danış barı, dim barı. Burada arzu ədatları işlənib. Y variantı da gələcək. 3-ə 1-ə C, 2-ə A, D, 3-ə Y variantı cavab C olacaq. Daha sonra 3-cü suala baxaq. 3-cü sualda bütün məqamları nəzərə almaqla feillərə aid olan ortaq fikirləri seçin deyir. Deməli, biz hər iki sözü, deməli, tərkibinə görə təhlil edək. İçirdi, içirdi. Deməli, baxın burada. Deməli, deyir ki, içirdi. Bir var deyirəm ki, mən o hər gün dərmanlarını içirdi. Nə edir? Nə edir? Nə edir? İdi. Burada idi. İndiki zamandır. Di isə idinin qısaltmasıdır. Bir də var deyirəm ki, o hər gün uşağına dərmanı içirdi. Dərmanı içizdirirdi anlamında. İçirdi. Nə içirdi? Nə etdi? İçirdi. O hər gün uşağına dərmanları içirdi. Nə etdi? İç sözün kökü irleksik, di isə keçmiş zaman şəkilçisi. Burada di keçmiş zaman şəkilçisidir. Burada artıq idi hissəciyi yoxdur. Deməli, keçmiş zamanda idi hissəciyi yoxdur. Keçirdin. Sən hər gün bu körpüdən keçirdin. Nə edir? Nə edir? İdin, idi qısaltmasıdır isə şəxs sonluğu, n isə şəxs sonluğudur. Keçirdin. Sən uşağı körpüdən keçirdin. Nə etdin? Keç sözün kökü irleksi şəkilçisi, di keçmiş zaman şəkilçisi, n isə şəxs sonluğu. Burada deməli indiki zamandadır. İndiki zamandadır. İdinin qısaltmasıdır. Keçirdin. Di isə keçmiş zaman şəkilçisi hesab olunur. İr isə artıq burada deməli feildən feil yaradan leksik şəkilçisidir. Deməli, bir də deyir ki, bizə istənilən hal üçün, yəni bu 4 variantı 4-ünü də biz nəzərimizə tutmalıyıq. Feilin iki müxtəlif şəklində düşünmək olar. İki müxtəlif şəklində düşünmək olar. Baxıram ki, burada indiki zamandadır. Burada keçmiş, yenə eyni zamanda burada indiki, burada keçmiş. Zaman şəkilçiləri artırılıbsa, zaman şəkilçisi varsa, xəbər şəkli hesab olunur. Bunların hər biri xəbər şəklindədir. Yəni eyni şəkildədirlər, eyni şəkildə. Müxtəlif şəkillər yox, eyni şəkillər olmalıdır. Bir, yanlış fikirdir. İki müxtəlif zamanda düşünmək olar. Bəli. Məsələn, mən içirdi. Bunu iki müxtəlif zamanda düşünürəm. Birini indiki zamanda, digərini keçmiş zamanda. Birini indiki, digərini keçmiş zamanda. İki eyni daha doğrusu müxtəlif zamanda düşünmək olur. Aha, doğru fikirdir. Üçə baxıram. Tərkibində birləksi bir qrammatik şəkilçisi var. Bu bizə konkret fikir deyir. Deyir ki, tərkibində birləksi bir qrammatik var və salam. Ancaq baxıram ki, həm mən burada iki qrammatik kimi düşünə bilərəm sözü, həm də birləksik bir qrammatik kimi düşünə bilərəm. Onda bu fikir yanlış. Çünki biz ehtimal kimi fikir vermirdi. Məsələn, desək ki, bir leksik bir qrammatik şəkilçisi söz kimi ehtimal oluna bilər. Bir leksik bir qrammatik şəkilçi də ola bilər desəydim, o zaman doğru olardı. Amma bizə burada konkret fikir verib deyə biz bunu doğru götürə bilmərik. Bu fikir, deməli, üçüncü fikir yanlış olur. 4-ə baxaq, istənilən hal üçün onu doğru götürə bilmirik. 4-cü, qurluqca həm sadə, həm də düzəltmə söz kimi düşünmək olar. Bəli, iki qrammatik kimi düşünsəm, onda sadə, bir leksik bir qrammatik kimi düşünsəm, onda düzəltmə söz. 4 doğrudur. 5-də isə sözdə idi hissəciyi işləndiyini əminliklə demək olmaz. Əminliklə deyə bilmirəm. Bəli, çünki iki qrammatik kimi düşünsəm, bəli, idi hissəciyi var, ancaq bir leksik bir qrammatik kimi düşünsəm, onda həmin o bir qrammatik şəkilçisi keçmiş zaman şəkilçisi olur. Artıq idinin qısaltması olmur. Yanlış fikirdir. Deməli 5-də uyğun olmaz. Bizdə bu feillərlə bağlı ortaq fikirlər istəyir deyə cavab olacaq. Deməli, daha doğrusu 5 doğru fikirdir. 5 doğru fikirdir. Çünki bayaq da dedik, idi hissəciyinin işləndiyini əminliklə demək olmur. Bəzən həm ola da bilər, həm olmaya da bilər. Deməli, doğru cavablar olacaq 2, 4, 5. Cavab Y variantı. Daha sonra 4-cü suala baxaq. 4-cü sualda deyir ki, hansı nümunədə yazılışın tələffüzündən fərqlənə 5 şəkilçi işlənmişdir? Baxaq, güləndə yanaqların batması ona xüsusi gözəllik verirdi. İ şəkilçisi. Bizə deyir ki, şəkilçi hissəsində fərqli olsun. Baxıram ki, yanaq sözün köküdür.
Burada kök hissədə fərqlilik var. Lakin gözəl sözün köküdür. Lik leksi. Burada leksi şəkilçidə bəli fərqlilik var, amma yanaq sözün köküdür. Kök hissəsində fərqlilik var. Burada bir hissədə, yəni bir leksi şəkilçidə, bir şəkilçidə fərqlilik var. Ona görə A variantı getdi bizə 5 dənə deyir. Daha sonra əsərdəki maraqlı dialoqlar gərginliyi daha da artırmışdı. Rısıra düşür. Baxıram ki, burada maraq sözün köküdür. Bu kök hissədə olan fərqlilikdir. Dialoq kök hissədə olan fərqlilikdir. Gər sözün köküdür. Gərginlik. Lik çəkici hissədədir. Çəkici hissədə fərqlilik var. 1. Artırmışdı. Art sözün kökü. Leksik, mış qrammatik, dır qrammatik. Çəkici hissədə fərqlilik var. 2. İki şəkilçidə fərqlilik var. Deməli, B variantı da uyğun gəlmir. Heç gözləmirdik ki, bundan sonrakı fəaliyyətimiz yığını bir düşəcək. Daha sonra dəyərləndirsinlər. L-sı n-ya çevrilir. Deməli, burada gözdən gözlə yaranır bir leksik şəkilçi. Gözləmirdik iç şəkilçi hissəsində fərqlilik var. Bundan dan şəkilçi hissəsində fərqlilik var. 3. Fəaldan fəaliyyət, iyyət leksik şəkilçi hissəsində fərqlilik var. 4. Dəyərdən dəyərlən şəkilçi hissəsində fərqlilik var. 5. Lər şəkilçi hissəsində fərqlilik var. 6. Burada 6 yerdə, 6 şəkilçidə fərqli məqam var. Deməli, C variantı uyğun gəlmir. Nəticələrlə bağlı açıqlama verildikcə həyəcanlanırdıq. İndi baxıram ki, nəticələrlə L hissəsində bir fərqlilik, 2 fərqlilik var, amma mən bunu 1 sayacağam. Çünki şəkilçi, bircə dənə şəkilçi bizə deyib 5 şəkilçi də fərqli olsun. L şəkilçisində fərqlilik var. Açdan açıq şəkilçi hissəsində fərqlilik var. Verdən verir, verildikcə, dikcə, fe'li bağlama şəkilçi. Deməli, bu hissədə fərqlilik var. 3. Daha sonra həyəcanlan, lan hissəsində fərqlilik var. Şəkilçidə 4. Hissəsində fərqli, həyəcanlanırdıq. Q hissəsində fərqlilik var. Oldu 5. Deməli, 5 şəkilçidə fərqlilik var. Cavab D variantı. Əlindəki çiçəklər, şəkilçisi çiçəkləri anasına çatdırmaq üçün səbirsizlənirdi. Deməli, çiçək sözün köküdür. Kökdə fərqlilik var. Bunu götürmürük. Çatdırmaq, şəkilçi hissəsində fərqlilik var. Deməli, bu variant uyğun gəlir. Səbirsizlən hissəsində fərqlilik var. Deməli, bu da 2 dənə şəkilçidə fərqli olduğuna görə cavab Y variantı da uyğun gəlmir. Daha sonra burada cavab 4-də D oldu. 5-də deməli, mətnlə bağlıdır. Mətn bizə müasir tibb və əczaçılıq sahəsində bitkilərdən istifadə qədim sivilizasiyaların təcrübələrinə qədər gedib çıxır. Bu gün də dərman bitkiləri anlayışı müasir həyat tərzinin təbiətə qayıdışı ideallaşdırılması ilə bütün dünyada məşhurlaşan bir trendin mühüm mövzularından birinə çevrilib. Təbiətin insanlığa bəxş etdiyi bu şəfa mənbələri müasir elm və texnologiyanın töhfələri sayəsində gələcəkdə də ümid mənbəyi olmağı davam etdirəcək. Bizim ardıcıllıq istəyir. 5-i əgər oxusaz variantları biz bunu deməli oxusaq, görərik ki, bizdə daha çox uyğun gələn variant D variantı olacaq. Çünki deyir, keçmişdə olduğu kimi bu gün də müalicə və sağlam həyat tərzi üçün bitki mənbələrinin istifadə edilir və təbiətin insanlığa bəxş etdiyi bu şəfa mənbələri müasir elm və texnologiyanın töhfələri sayəsində gələcəkdə də istifadə ediləcək. Yəni, keçmişdə istifadə edilib, gələcəkdə də istifadə ediləcək. Bizdə burada ardıcıllıq cavab D variantı uyğun gələcək. Əgər oxusaz bunu bir daha oxusaz görə bilərsiniz. 6-cı suala baxaq. 6-cı sualda bizdən kökləri eyni olsa da eyni köklü olmayan sözləri istəyir. Biz kökləri eyni olan sözləri tapacaq. Daha sonra isə onları nəyə görə eyni köklü olmur, onları izah edəcək. Deməli, A variantda deyir ki, yükü qaldırmaq üçün ehtiyat tədbirləri görülmüş, qaldırıcı kran işlək vəziyyəti gətirilmişdir. Qaldırmaq və qaldırıcı sözləri. Qaldan qaldır yaranmaz. Düzdür, qalmaq sözü var. Məsələn, evdə qalmaq. Sadəcə qaldırmaq nəsə yük qaldırmaq deməkdir. Evdə qalmaqla hər hansı bir yükü qaldırmaq arasında mənə bağlı olmadığına görə biz burada sözünün kökünü qaldır götürəcəyik. Eyni zamanda burada da qaldır sözün köküdür. Icıl leksik şəkilçi qaldır sözün kökü maq, məsdər
qrammatik şəkilçə. Deməli, hər ikisinin kökü qaldırmaqdır, qaldır sözüdür. Sadəcə kök niyə görə eyni köklü olmur? Ona görə ki, burada maqmə qrammatik şəkilçidir, digərində isə leksik şəkilçi. Biz demişik ki, eyni köklü sözlər düzəltmə sözlər olmalıdır. Sadə sözlər, düzəltmə söz eyni köklü ola bilməz. Düzəltmə sözlər bir-birləri arasında eyni köklü olurlar. Deməli, köklər eynidir, ancaq eyni köklü deyil. Cavab elə A variantıdır. B variantında nənə ələyə 3-4 boş qab un töküb ələdi. Xəmir yoğurub kündələrə ayırdı. Ələyə, əl sözün kökü, əldən ələ, ələdən ələk, çının ya əvəzləməsi baş verir. Çünki özündən sonra sait gəlib, yönlük hal şəkilçisi. Ələyə 3-4 boş qab un töküb ələdi. Əl sözün kökü, əldən ələ, ələdi nə etdi? Qrammatik şəkilçi. Baxıram ki, hər ikisinin kökü əldir, əl. Eyni zamanda bunlar həmçinin eyni köklü sayılır. Niyə? Çünki leksik şəkilçilər var, düzəltmə sözlərdir. Cavab B variantı uyğun gəlmir. Bizə deyir ki, eyni olsun köklər, ancaq eyni köklü olmasınlar. Demək, eynidir köklər, ancaq eyni köklü, həm də eyni köklüdürlər. Ona görə B variantı getdi. Saxlanmış dəstə puskuda duraraq əraziyə girən silahlılara nəzarət edirdi. Silahlanmış, silah sözün kökü, silahlanmışmış qrammatik. Silah sözün kökü, silahlılar qrammatik cəm şəkilçisi, A yönlük hal şəkilçisi. Baxıram, hər ikisinin kökü eynidir. Həm də eyni köklüdür. Niyə? Çünki leksik şəkilçilər var. C variantı da deməli uyğun gəlmir şərtimizə. İşçi komandasının sayı artırılmış, idarədə yoxlama aparılmış, artıq qalan vəsaitlər dövlətə təhvil verilmişdi. Artdan artır, artırdan artırılmış qrammatik şəkilçisi. Artdan artıq yaranır. Deməli, burada hər ikisinin kökü art feilidir. Kökləri eynidir. Eyni zamanda eyni köklüdürlər. Çünki hər ikisində leksik şəkilçisi var. Deməli, şərtə uyğun gəlmədi. Ana yaşadığı hadisədən hələ də özünə gələ bilmirdi. 5 yaşlı oğlu bir an içində suda boğulacaqdı. Yaşadığı, yaşdan yaşa, yaşadığı, dığım deyim deməli, feil sifə şəkilçisi. Yaşlı, yaşdan, yaşlı yaranır, 5 yaşlı. Deməli, hər ikisinin kökü yaş, 5 yaş, 6 yaş, insanın yaşı isim, hər ikisinin kökü isimdir, kökləri eynidir. Eyni zamanda leksik şəkilçilər var, eyni köklüdürlər. Y variantı da deməli şərtə uyğun gəlmədi. 6-da cavab A variantı. Daha sonra biz 7-ci sualın izahına baxaq. 7-ci sualda cədvəldəki verilənləri düzgün qruplaşdırın. Deməli, söz verib, digər tərkdə isə onun leksik mənasını verib. Sivri sözü İti şiş deməkdir. Cavab 1-ə C gedəcək. Şimal düz hamar deməkdir. 2-yə cavab A gedəcək. Yalçın dağlar, dik dağlar, sıldırımlı dağlar. Cavab 3-ə D gedəcək. Kontrast isə kəskin təzad fərq deməkdir. 4-ə cavab B gedəcək. 1-ə C, 2-yə A, 3-ə D, 4-ə B, cavab B variantı. 8-ci sualın izahına baxaq. 8-də Əlabbas kişinin atası Usta Həzrətqulu buranı alanda bu həyətdə 2 otaqlı, 1 mərtəbəli kiçik bina vardı. Cümləsinə təhlillə bağlı doğru fikirdir. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi var. Biz bilirik ki, əgər uzlaşma əlaqəsi bir ikinci və üçüncü növ tənis söz birləşmələri arasında, bir də cümlə üzvləri hansı ki o xəbər və mübtəda arasında ola bilir. Sadəcə bizə burada cümlə üzvləri deyir deyə biz burada mübtəda və xəbəri nəzərdə tutmalıyıq. Vardı, nə vardı? Bina vardı. Deməli, mübtəda və xəbər arasında sadəcə bir uzlaşma var. O da deməli bir əlaqə var. O da uzlaşma əlaqəsidir. 2 yox, 1 olmalı idi. Deməli, A variantı yanlış fikirdir. Ardıcıllıqla zərflik, təyin zərflik bu sxemə uyğun gedir deyə. Baxaq, nə idi? Nə vardı? Vardı. Nə bina? Necə bina? Kiçik bina. Necə bina? Bir mərtəbəli bina. Necə bina? 2 otaqlı bina. Bunlar həmcins təyinlər. Harada? Həyətdə. Bu zərflik. Hansı həyətdə? Bu həyətdə. Nə vaxt? Əlabbas kişinin atası Usta Həzrətqulu buranı alanda. Deməli, bu da bütövlükdə zərflik gedir. Bura bütövlükdə zərflik gedir. İndi baxaq. Bizə deyir zərflik, təyin, zərflik, təyin, mübtəda, xəbər. Bəli, doğru fikirdir. Bizdən doğrunu istəyir. Cavab B variantı. Həmçinin üzvlər bir-biri ilə tabellik əlaqəsindədir. Baxıram ki, burada 2 otaqlı, 1 mərtəbəli, kiçik. Bu üçü bir-biri arasında tabellik əlaqəsindədir. Ancaq burada bəs həmcins üzvlər daha doğrusu tabellik yox, tabesizlik əlaqəsində olmalı. Çünki həmcins üzvləri biz tabesizlik əlaqəsi götürürük. Həmcins üzvlər bir-biri arasında tabesizlik əlaqələri
olmalıdır. Cavab C variantı da uyğun gəlmir. Mübtədədə mürəkkəb isimlə ifadə olunmuşdur. Mübtədəyə baxıram, bina sözüdür mübtəda. Baxıram ki, mürəkkəb isim yox, sadə isimdir. Deməli, D variantı da uyğun gəlmir. Nümunədəki təyinlərin hamısı həmcinsdir. Baxıram təyinlərə. Demək 2 otaqlı, 1 mərtəbəli, kiçik bunlar bəli, təyindir və eyni zamanda həmcinslərdir. Aralarında vergüllər, intonasiya da var. İntonasiya ilə bağlayıblar bir-birlərinə. Eyni zamanda burada bizdə bircə dənə də təyin var. Burada bu sözüdür. Sadəcə bunu biz həmcins götürmürük. Çünki bu həyətdəyə aiddir. Digər 2 otaqlı, 1 mərtəbəli, kiçik isə bina sözünə aiddir. Ona görə də bunların hamısına biz həmcins təyinlər deyə bilmirik. Y variantı doğru fikir deyil. Daha sonra 9-cu sualın izahına baxaq. Verilən sözlərin ilk hərfini qarşısındakı verilmiş hərflərlə əvəz etsək, yaranan sözlərin hamısında amonimlik xüsusiyyəti olacaq. Bir bənddə bu uyğunluq gözlənilməyib. Deməli, mən əgər şan sözünü ş-nı q ilə əvəz etsəm qan alınar. Qan, biri var qanmaq, bir də var insan qanı. Daha sonra dan, d ilə əvəz etsəm dan, biri var danmaq, nə isə danmaq, bir də var dan yeri. Deməli, biz bunu hər ikisini amonim kimi düşünə bildik. Daha sonra sarı, y ilə əvəz etsəm yarı, biri var məsələn nə isə yarı, yarımçıq qalmış, yarımçıq bu anlamda. Bir də var məsələn yarı, yarmaq anlamında feil kimi. Q ilə əvəz etsək qarı, qarmaq və qarı isim kimi, qarı feili, qarı ismi. Bu da 2 cür olur. Deməli amonimdir. Daş və çaş sözləri d ilə əvəz etsəm daş, daşmaq və yerdəki daş. Ç ilə əvəz etsəm biri var çaş göz, sifət, bir də var çaşmaq feil kimi. Bunu da 2 amonim kimi başa düşürük. Daha sonra yal, d ilə əvəz etsək dal, məsələn insan kürəyi, beli anlamında dal arxa tərəf. Sal, daha sonra dal, bir də var dalmaq, məsələn dənizdə dalmaq, üzmək anlamında. S ilə əvəz etsək sal, saldaşlar, bir də var sal nə isə salmaq anlamında. Deməli B variantı da bu uyğunluq gözlənilib. D variantında isə d, yad, yad uyğun gəlir. Məsələn biri var ki yad, insanın yadı, yaddaşı, isim kimi. Bir də var yad insan, necə insan, hansı insan, yad insan. Bunda da sifət kimi. Ancaq şad uyğun gəlmir. Cavab deməli D variantı. Şadı biz bir anlamda, xürrəm anlamında, şad, xürrəm anlamında bir mənada başa düşürük. 10-cu sual. Verilən fikirlərdən biri yanlışdır. Cümlədə səy şəkilçisi varsa, həmin cümlə quruşuna görə sadə ola bilməz. Niyə həmin cümlə quruşuna görə sadə ola bilməz? Xeyr, səhvdir. Biz bəli, sağ şəkilçisini görə bilərik. Məsələn, şərt şəklində, şərt şəkli kimi düşünə bilərik. İlk ağlımıza o gəlir. Şərt şəkli olan cümlədə də biz bunu deyirdik ki, məsələn, mürəkkəb cümlə daxilində işlənə bilər. Sadəcə bu səy şəkilçisi təkcə o şərt şəklində düşünmək olmur da. Həmçinin məsələn, qəribsəmək feili yanır. Həmçinin leksi şəkilçi kimi də düşünə bilərik. Məsələn, qəribsə sözü eyni zamanda təkcə sadə cümlədə daxilində işlənə bilər. Məsələn, deyirəm ki, o bu hadisədən çox qəribsədir. Deməli, belə də işlədə bilirəm. Bu da sadə cümlədir. Sadə cümlə daxilində də ola bilər. Sadə cümlə daxilində ola bilər. Deməli, A variantı yanlış variantdır. Cümləlidir feili cümlənin həm ismi, həm də feili xəbəri ola bilər. Bu doğru fikirdir. Məsələn, deyirəm bu video çox gülməlidir. Necədir? Gülməlidir ismi xəbəri. Bir də var deyirəm ki, o bu hadisəyə gülməlidir. Nə etməlidir? Gülməlidir. Onda feili xəbər. Qaçaq sözünü bir 3 cür təhlil eləyə bilirik. Məsələn, deyirəm ki, qaçaq, qaçaqlar, qaçdan qaçaq. Biri var ki, qaç sözün köküdür. A arzu şəklin şəkilçisi, Q şəxs sonluğu, bir də var qaç sözün köküdür. A bir dəfəlik bir tövlükdə olacaq demək şəxs sonluğu. Onda da əmr şəklində düşünmək olur. Demək 3 cür təhlil etmək mümkündür. Daha sonra təsvirlənən feillər cümlədə feili xəbərin ifadə vasitəsi olur. Bu doğru fikirdir. Təsvirlənən feillər feili xəbərdə olur. Təsvirlənməyən feillər isə təsvirlənməyən feillərdən məsdər tərkibi, məsdərlər və eyni zamanda feil sifət tərkibi və feili sifət ismi xəbər olur. Bir dənə feili bağlama yalnız zərfli olacaq. Bunlar təsriflənməyən feillərdir. Amma təsriflənən feillər yalnız feilin xəbər şəklində olur. Tərkibində qrammatik şəkilçisi olan sözlər də eyni kökü sözlər ola bilər. Bəli, doğrudur. Nə zaman ola bilər? Ki, birinci leksi şəkilçisi mütləq gəlməlidir. Leksi şəkilçisi mütləq olmalıdır. Daha sonra qrammatik şəkilçilər gələrsə, onda eyni kökü sözlər ola bilərlər. Cavab deməli onda A variantı. 11-ci sualın izahına baxaq. 11-ci sualda bizə doğru fikirləri istəyir. Çox mənalı sözlər. Deməli, bu sxem belə olacaq. Yəni, bura belə bir xət çəkibsə, bu yalnız çox mənalı sözlərə aiddir demək istəyir. Deməli,
Bizə deyir ki, məna tayları eyni leksik məna ilə bağlı olur. Bəli, bu doğru fikirdir. Eyni leksik məna ilə bağlı olur. Sözün məcazi mənada işlənməsinə əsasən müəyyənləşir. Sözün məcazi mənasına işlənməsinə əsasən müəyyənləşir. Bu çox mənalıya aid fikirdir. Amonimlərə, antonimlərə aid fikir deyil. Ona görə iki variantı doğru deyil. İkiləri variantlardan çıxıram. 3-də yazılışı və deyilişi eyni olur. Yazılışı və deyilişi eyni olur. Bu yalnız daha doğrusu amonimlər və çoxmənalı hər ikisinə aiddir. Deməli 3 variantı doğrudur. 1 və 3. Məna tayları həmişə eyni nitq hissəsinə aid olur. Həmişə yox. Məsələn, amonimlər həm müxtəlif nitq hissələrinə, həm də eyni nitq hissələrinə aid ola bilərlər. Ancaq antonimlər yalnız, çoxmənalılar yalnız eyni nitq hissələrinə aid olurlar. Deməli bizdə bunu, bura verməli deyildi. Çoxmənanı antonimlərin altına verməli idi. Deməli 4 yanlış fikirdir. 1 və 3 cavab B variantı. Daha sonra 12-ci sualın izahına baxaq. 12-ci sualda bizdə cədvələ əsasən yanlış fikirləri istəyir. Cədvələ əsasən yanlış fikirlər. Yazılışında səhv yoxdur. Yazılışında bir səhv var, yazılışında 2 səhv var. Deməli, humanitar siyasət məsələləri, humanitar siyasət məsələlər şöbəsi burada deməli doğrudur. Burada heç bir yazılışda səhv yoxdur. Daha sonra Azərbaycan Respublikasının kənd təsərrüfatı kənd K balaca hərflə yazılmalıdır. Kənd təsərrüfatı T balaca hərflə yazılmalıdır. Burada 2 məqamda yanlış var. Bizdən yanlışları istəyir. Doğrudurmu? Yanlışları istəyir. Və bizə deyir ki, burada yazılışında səhv yoxdur. Burada yazılışda səhv olmayanları göstərməli. Burada yazılışda 2 yerdə səhv var. Deməli 2 variantını götürməliyik. Çünki bizdən yanlışı istəyir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu doğrudur. Bu doğru yazılıb. Yazılışında bir səhv var. Yazılışda bir səhv var. Deməli burada ana dili D böyük hərflə yazılmalıdır. Deməli burada yazılışında bir səhv var. Yazılışında bir səhv var. Doğru fikirdir. Azərbaycan Respublikasının baş naziri. Deməli nazir burada balaca hərflə yazılmalıdır. Yazılışında bir səhv var. Bizdə də bu doğrudur. Daha sonra əməkdar incəsənət xadimi. Burada incəsənət i balaca hərflə yazılmalıdır. Yazılışında bir səhv var. Bəli, doğrudur. Yazılışında 2 səhv var. Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsi T burada böyük hərflə yazılmalıdır. Ona görə də deməli yazılışında 2 səhv var deyir, amma bizdə bir səhv var. Deməli bu yanlış fikirdir. 7-ni götürəcəyik. Bakı şəhər icra hakimiyyəti Ş balaca hərf böyük hərflə yazılmalıdır və hakimiyyəti də böyük hərflə yazılmalıdır. Burada 2 səhv var, deməli doğru fikirdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Burada da deməli səhv yoxdur. Səhv yoxdur. Bizə də 2 səhv istəyir. Deməli 9-u da deməli götürməliyik. Çünki bizə yanlış yerə qoyubdur. 2, 7 və 9 cavab olacaq C variantı. Daha sonra 13-cü suala baxaq. 13-cü sualda bizə Almas Yıldırımın Əsr Azərbaycanı ilə bağlı olan sualdır. Əsr Azərbaycanın şeirinin məzmunu ilə bağlı doğru ki, biz bilirik ki, burada məzmunla forma cəhətləri fərqli olur. Forma bizə burada məzmunu istəyir. Forma ilə bağlı olan məsələləri çıxaq. Forma dedikdə sırf nəzəriyyə ilə bağlı olan hissələrdir. Şeirlər bəndlər şəklində, yəni bu formaya aid olan bir fikirdir. Qafiyə quruluşu A, B, B şəklindədir. Bu formaya aid olan bir məsələdir. Bədii suallardan istifadədə formaya aid olan bir məsələdir. Bizdə yerdə qalır 2 variant, B və D variantları. Daha sonra burada deməli məzmunu ilə bağlı doğru fikirlər. Sənətkar Coşqun Xəzər vasitəsilə vətənə salam deyir. Xeyr, burada rüzgar vasitəsi salam alsam rüzgar alıb, salam versəm rüzgar alıb götürsə, salam versəm rüzgar alıb götürsə, rüzgar vasitəsilə vətənə salam göndərir. Deməli B variantı yanlışdır. C variantı ilk bənddə müəllifin vətən həsrəti ilə yandığı bilinir. Bəli, elə Əsr Azərbaycan şeirinin mövzusu da deməli vətən həsrəti ilə bağlıdır. Cavab D variantı. 14-cü suala baxaq. 14-cü sualda Abdullah Şaiqin Anabacı əsəri ilə bağlı olan bir məqamdır. Anabacı qəlbinin genişliyi ilə yadda qalan bir obrazdır. Deməli, bu doğru fikirdir. Əsərin təşkilçisi müəllifin özüdür. Bəli, doğru fikirdir. Daha sonra müəllifin özüdür, təşkilçisi, müəllifin özü. Doğrudur. Anabacının uşaqlıq illərinin xoş xatirələrini danışması. Deməli, yazıçıda ona qarşı rəğbət hissi oyadır. Xoş xatirə yox, çünki onda xoş bir xatirə yox idi. Yanlış fikirdir.
Daha sonra yazıçı anabacını köhnə nəslin son qəhrəmanı hesab edir. Bu doğrudur. Kasıb olmasına baxmayaraq anabacı heç bir məsələdən ötürü kimsəyə ağız açmır. Xeyr, yanlışdır. 5-dir. Yanlış fikirlər 3-dür. Ata-babadan və nəvələrindən başqa kimsəsi olmayan bu qadının mənəviyyatına yoxsulluq kirədə bilməmişdi. Yanlış fikirdir. Deməli 3, 5, 6 cavab D variantı. D variantı. Deməli burada cavab oldu D. 15-ə baxaq. Cəfər Cabbarın ana şeiri ilə bağlı doğru fikirləri müəyyən edin. Əruz vəznində beytlər şəklində beyt yox, bənd şəklində də A variantı yanlışdır. Kimdir o, nədir o? Bədii sualları əsərin bədii təsir gücünü artırmışdı. Bədii sual deyil. Kimdir o, nədir o? Çünki bədii sual ona görə deyil ki, orada cavablar verir. Kimdir o, nədir o? Ana. Bu bədii sual deyil, yanlış fikirdir. Müəllif heç nədən qorxmadığını, yalnız ölüm qarşısında çarəsiz olduğunu dilə gətirir. Xeyr, ölüm də onu qorxuda bilmir. Ölüm qarşısında çarəsiz deyildi. Deməli, ölüm də onu qorxuda bilmir, yanlış fikirdir. Şeirdə təbiət hadisələrinin müraciət edilməsi ana obrazının yox, müəllif obrazının emosional hisslərini ifadə edir, yanlış fikirdir. Daha sonra Y variantı lirik qəhrəman anaya olan sevgisini tərənnüm edərək özünə itaət edən rahibə bənzədir. Bəli, deməli cavab Y variantı. 16-ya baxaq. 16-da əkinçi şeirlə bağlı olan yanlışları istəyir. Şeirdə kəndlinin ağır vəziyyəti mülkədara əsla narahat etmir. Bəli, doğru fikirdə əsla narahat eləmir. Daha sonra kəndlinin amansızcasına istismar olması, onun zəhmətinin boşa getməsi əks olunmuşdur. Bəli, doğru fikirdir. Mülkədarlar ilə kəndlinin dialoqu yox. Burada mülkədar dialoq yox. Mülkədar kəndi arasında dialoq yox idi. Mülkədarın monoloqu idi. Cavab elə C variantıdır. Çünki orada ancaq mülkədar danışır. Kəndlinin orada hər hansı bir danışığına yer verilmir. Mülkədar insanlığı əsl insan olmağı, dəbdəbəli həyat sürməklə eyniləşdirir. Doğrudur. Daha sonra kəndlinin yalvarışları, məzlum vəziyyəti mülkədara görə özünü tülkülüyə qoymaqdır və deyir özünü qoyma tülkülüyə. Cavab doğrudur. Cavab C variantıdır. 17-ci suala baxaq. Dəhnamə əsərində verilmiş nümunələrin bədii təsvir vasitəsinin işlənib işlənməməsinə görə digərlərindən fərqlənir. Gülmaqdan ənar açıldı dəndən. Narın gülməyi burada metafordur, metafor. Daha sonra Nərgiz oturur gözündə xabi, metafordur. Daha sonra Lalə oturur başında tacı, metafordur. Metafordur. Daha sonra ağ donlu geydi Yasəmənlər. Yasəmənlərin ağ don geyinməsi metafordur. Çünki köçürmə var burada. Canlı canlının xüsusiyyətlərini cansız üzərinə köçürməsi, deməli, metafor hesab olunur. Ancaq alma ağacının dibində sayə, burada isə heç bir bədii təsvir ifadə vasitəsi yoxdur. Cavab, daha doğrusu bədii təsvir vasitəsi yoxdur. İfadə vasitəsi, demək, təsvir vasitəsi yoxdur. Cavab elə B variantı. 18-ci suala bax. Koroğlu dastanının Durna Teli qolunda hansı hadisənin səbəbi verilməyib? Koroğlunun belə bir xasiyyəti vardı ki, düşmən əlinə keçəndə Koroğlu olduğunu boynuna almazdı. Bu daha çox Durna Telinə uyğun olmayan bir fikirdir. Ona görə həmçinin bunun səbəbi də yoxdur. A variantı doğru fikir deyil. Səbəb verməyib uyğun gəlmir. Cavab elə A variantıdır. Gizroğlu Mustafa bəy dəstəsi ilə Çənlibelə gələndə bir tərəfə çəkib gözlədi. Bəli, bunun səbəbi var. Çünki düşünürdü ki, onlar orada Çənlibelə yeyib içməkdə keyfdədirlər və onların keyflərini pozmaq istəmirdi. Dedi, qoyun yesinlər, qutarsınlar. Ondan sonra bunların keyflərini pozmaqda insafdan deyil. Deməli, B variantı səbəbi verilib. Eyvaz Durna Teli gətirmək üçün izin alanda Koroğlu əvvəlcə fikirləşir, razılıq verməsin. Bəli, bunu fikirləşir. Çünki orada düşünürdü ki, Eyvazın başına hər hansı bir hadisə gələ bilər. Eyvaz çətin vəziyyətə düşə bilər. Ona görə Koroğlu fikirləşirdi. Daha sonra razılıq verməməyi düşünürdü. Gizroğlu Mustafa bəy başının adamları ilə Bağdada gəldi. Çünki Koroğluya dəstək olmaq fikrində idi. Telli xanımın keyfi saz idi. Çünki orada Dəmirçioğlu xəstələnmişdi və xəstəlikdən ayılmışdı. Ondan sonra keyfi ona görə saz idi. Çünki Dəmirçioğlu sağalmışdı. Cavab olacaq A variantı. Bu da belə. 19-cu sualda ardıcılıqla bağlı olan məsələ verilibdir. Azad hekayəsi ilə bağlı düzgün ardıcılığı bərpa edin. Azad Təbrizin bir məhəlləsində dərzi şagirdliyinə başlayır. Daha sonra Fərda Azərbaycan Xalq Konqresinin nümayəndə seçilir. Fərda Azada ağır yaralmış vəziyyətdə görür. Azadın atası dünyasını dəyişir. Azadın atasının dünyasını dəyişməsi, deməli, Azadın Təbrizin məhəlləsində dərzi şagirdliyi başlamasından əvvəl olubdur, daha əvvəl olub. Ona görə bir yanlış fikir, biriləri variantlardan çıxaq. Daha sonra 2-də
2-də deyir ki, Fərdə Azadın fədai dəstələrinin birinə başçılıq etdiyini öyrənir. Birinə başçılıq, daha sonra anası Azadı məktəbdən ayırmağa məcbur olur. Bu 3 fikri, 3 bundan da əvvəl baş verir. Ona görə də 3-ü də gəlin variantlardan çıxaq. Daha sonra Fərdə anası ilə kəndə köçür. Azadın fəş ucunu qaldırıb torpağı öpür. Burada Fərdə Azada ağır yaralmış vəziyyətdə. Bundan sonra baş verən bir hadisədir 5-də. Uyğun gəlmir. Cavab qalır 2 və 4. Deməli, burada Fərda anası ilə kəndə köçür. Daha sonra Fərda Azərbaycan Xalq Konqresinə, bura 4 olacaq. Sonra nümayəndə seçilir. Ondan sonra 2 Fərda Azadın fədai dəstələrinin birinin başçılıq etdiyini öyrənir. Fərda Azadı ağır yaralanmış vəziyyətdə görür. 4 sonra isə 2 gəlməlidir. Cavab C variantı. Sonuncu sual 20-ci suala baxaq. Uyğunu gözləmişdi. Bəndi seçin. Deməli 20-də əsərdə bədii dilin mühüm hissəsi bəzi məcazlar da adlanır. Bu bədii təsvir vasitəsinə aid olan bir məsələdir. A variantı uyğun gəlmir. Bu mövzu, ideya, tərənnüm bunlara uyğun gəlmir. Yazıçının oxucuya çatdırmaq istədiyi başlıca fikir, niyyətdir. Bu ideyaya aiddir. 2-yə gedəcək B. Yazıçının diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər səciyyəvi hadisələrdir. Bu mövzuya gedəcək 1-ə C. Daha sonra bədii əsərdə hadisələrin, obrazların, əşyaların, əlamətlərin sözlə ifadəsi bu bədii portretə uyğun fikirdir. D variantı heç birinə getmir. Bədii əsərdə hadisələrin, qəhrəmanların, hərəkətlərin və s. yaratdığı xoş hisslərin, müsbət arzu və istəklərin obrazı aiddir. Xoş, müsbət bu kimi fikirlər aiddir. Tərənnümə cavab Y variantı. 1-ə C, 2-ə B, 3-ə Y. O da cavab C. 20-də cavab C olacaq.